28 aprel. Bilmirəm. 28 aprel. Yadıma salamıram Allah. Neft Akademiyasında olan hadisə aprelin 28-i, yox 30-udur. Yox, bilmirəm. Qarabağın işğalının başlamağı, yoxsa ayrı bir şey var mı? Sovetlər İttifaqının qurulması, yəni necə? Azadlıq günü. Qızıl Ordunun Azərbaycana daxil olma günü kimi. Müstəqillik günü. Məhəmməd Əmin Rəsulzadənin qurduğu dövlətin günüdür da, bayram günüdür. Valla bilmirəm, xəbərim yoxdur. Bakının işğal günü idi, mən bilən. O kommunistlər tərəfindən. Respublika günüdür də deyəsən, hə? Tarixdə 28 aprel. Yox, bilmirəm. Qəlbə günümüzdür. Yox, yadımda deyil. Bilmirəm Allah. Azərbaycan Dень независимости, по-моему, да? Yox. Ладно. Bilmirəm, yalan. Bugün birinci. 28 aprel keçmiş SSR-də bir şey olub. Azərbaycan Respublika, başqa onu bilmirəm. Allah bilmirəm. 44 günlük apreldə də, yəni. Yalan danışıram, bilmirəm. Sovet ordusu Azərbaycanı işğal eləmişdi. Belə deyək, müstəqil Azərbaycanı yox elədilər. 23 ay fəaliyyət göstərən Azərbaycan sonra yox oldu. Sonra da 77 əsarət. Xəbərim yoxdur.